Bismillah. Salam aleyküm aziz qurub əhli. Hər vaxtınız xeyir olsun. Allahın salamı, rəhmət olsun hər birinizin üzərinə inşallah. Bugün dediyimiz kimi iki ailəmizin produktunu alıb apardıq. Sizlərin sayəsində təbii ki, Allah izin verdi. Sizlər öz ruzinizdən, öz bərəkətinizdən Allah yolunda ehsan elədiniz. Həqiqətən də Allah heç kəsə nəsib etməz ki, Allah yolunda nəsə bir ehsan etsin, yaxud da sədəqə çıxarsın, nəzir versin. Yəni Allah ki, sizlərə bunu lütf edirsə, həqiqətən bu böyük bir nemətdir. Yəni insanlar var ki, o qədər ruziləri var ki, amma Allah yolunda nəsə istəyəndə 1 manatlarından belə keçmir. Çünki o qəlblərinə gəlir ki, mənim ehtiyacım var deyirlər. Şeytan təbii ki, onların öz düşüncələrinə, zehinlərinə gəlir ki, icazə vermir də, yaxşı yolu sanki qapısını bağlayıb. Allah ki, o yolu sizin qapısını sizin üzərinizə açıbsa, Allah hər birinizdən razı olsun. Ruzinizi bol bərəkətli etsin. Həqiqətən də insanlar tanıyıram ki, öz övladlarının belə ağzından kəsib, yəni ehsan edirlər, sədəqə verirlər. Yenə deyirəm, Allahın nəzəri var. Əhl-i beytin nəzəri var ki, siz bunları edirsiniz. O deyir, necə Allahdan icazəsiz bir belə yarpaq belə yerə düşməz. Ona görə də bu nemətin ki, siz də, biz də qədrini bilək, o ailələri ki, sevindirirsiniz, Allah da sizləri sevindirsin. Allah da sizlərin ən çətin günündə insanın can verən vaxtıdır.